Salam dostlar, bugün görəcəyimiz işlərdən biri olacaq. BMW X5-dir, yerli üst kuzadır. Sürücü yaxınlaşıb ki, ABS yanır. Gördüyünüz kimi ABS-dir, sürüşməyə qarşı olan sistem yanır. Qeyd edim ki, bu işarələr yananda maşında hansı hallar baş verir? Benzin sərfiyyatı çoxalır, sürətlər qutusu düz işləmir, döngələrə girəndə maşın istənilən kimi girmir, təhlükəlidir və digər maşında problemlər olur. İndi diaqnostik eləmişəm, problemin diaqnostikada qabaq sağ yazır, amma dəqiqləşdirmək lazımdır, ola bilsin ki, blokdur. Ondan ötürü indi birinci növbədə datika baxacağım. Əgər datikdə problem yoxdursa, çox güman ki, blokda problem olacaq. Problem bu gördüyünüz ABS-in datikindədir. Çalışacağım özünü düzəldim. Düzəldə bilməsəm, başqası ilə əvəzləyəcəm. Dostlar, datika hazırdır. Bir dənə yoxlayaq, görək, işləyir yoxsa yox. Xamı qaçdıq. İndi işıqlar gördüyünüz kimi söndü. Hazırdır, işləyir. Amma bir dənə də lap əmin olmaq üçün sürüb yoxlamaq lazımdır. Sürüb də yoxlayacağım. Düşünürəm ki, işləyəcək, problem olmayacaq. Belə. Kimin sualı olsa şərh bölməsində yazar, cavablandıraram. Sağ olun dostlar. Dostlar, onu da qeyd edeyim ki, BMW-lərdə antizanosla ABS işləməyəndə təhlükəlidir. Əsasən də qışda, yağışlı havalarda, qarlı havalarda çox təhlükəlidir. Hələ maşına vurduğu ziyanlardan danışmıram. Sürətlər qutusunadır, mosdadır. Mahir bəy, necədir? Vallahi heç bir problem yoxdur, güzeldir. Yəni sürdünüz, gəldiniz normal. Sürdüm yoxladım, heç bir problem yoxdur, güzeldir. Əllər özə sağlam. Çox sağ olun, minnətdarıq. Buna elə bir müştəri məmnuniyyəti deyirlər də. Həmçə gəlmişəm, Çox sağ olun.